Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, emme abad. Sual verilir ki, fitre zekatını satmak veya başkasına vermek olar mı? Yani sənə verilən, artıq sənin mülkiyyətinə keçən fitre zekatını və yaxud hər hansı bir zekatı satmaq və ya başqasına vermək olar mı? Cavab budur ki, bəli, fitre zekatı sənə verildikdən sonra artıq sənin mülkünə keçir və sən mülkünü istədiyin kimi istifadə etmək səlahiyyətinə sahibsən. Elm əhli arasında bu barədə bir ixtilaf yoxdur. Bütün məzhəblərin qəbul etdiyi qayda var. İzə mələkəl fəqiru zəkətə milkən təmmən cəzə ləhu təsarrufu fiyhə bil bey'i və qeyrihi. Deyilir ki, kasıb zəkatı tam mülkiyyətlə əldə etdikdən sonra onu satmaq və başqa cür istifadə etmək ona caizdir. İbn-i Teymiyyə rahiməhullah Məcmül Fətava 25-ci cild 82-də buyurur ki, "Əz-zəkatu izə dufi'at iləl fəqir mələkəhə və ləhu ən yətəsərraf fiyhə kəsairil əmvalihi." Zəkat kasıba verildikdə o ona malik olur və onunla digər malları kimi istədiyi kimi davranır. Digər malları ilə necə davranırsa, zəkatdan da onun istədiyi kimi davranmaq ixtiyarı vardır. Yəni İbn-i Qayyim rahiməhullah İ'lamül Muvaqqin adlı əsərində buyurur ki, İzə mələkəl fəqiru zəkətə cəzə ləhu təsarrufu fiyhə və lə yəştəritu aleyhi nəv'u sarfi muayyən. Kasıb, fəqir zəkat mülkiyyətinə əldə etdikdən sonra, zəkat mülkiyyətini ələ keçirdikdən sonra onunla istədiyi kimi davranması caizdir və ona müəyyən bir istifadə növü şərt edilə bilməz. Yəni sən bu zəkatı bu şəkildə istifadə etməlisən, bundan başqa cür istifadə edə bilməzsən deyə şərt qoşula bilməz. Artıq onun mülkiyyətinə keçibsə, istədiyi şəkildə istifadə edə bilər, onu sata da bilər, hədiyyə edə bilər. Bu istər adi illik zəkat olsun, istər sədəqə olsun, istər fitrə zəkat olsun, fərq etməz. Yəni İmam Nəvəvi Əl-Məcmu' 6-cı cild 229-da buyurur ki, İzə dəfə'əz zəkətə iləl müstəhəqqi mələkəhə və ləhu ən yətəsərrəfə fiyhə keyfə şəh. Zəkat müstəhəqqə verildikdə, yəni haqq sahibinə verildikdə o, ona malik olur və onunla istədiyi kimi davranmaq haqqına sahibdir. İbn-i Qudamə rahiməhullah Əl-Muğnidə buyurur ki, İzə qabədəl fəqiru zəkətə mələkəhə və ləhu bey'əhə və təsarruf fiyhə. Fəqir zəkatı aldıqda ona sahib olur və onu satmaq və başqa cür istifadə etmək haqqına malikdir. Allahu aləm, Sübhanəkə Allahım və bihamdək əşhədu ən la iləhə ilə ənt əstəğfiruka və ətûbu ileyk.